Qızlar, kravatların altı bu vəziyyətdədir. İnanın ki, hamısını sərgə ilə bura yığmışdım. Sadəcə qış ərzində lazımsız paltarları qoydum bura, götürüldü elədi. Konkret dağılıb. Çünki balaca paltarlar da var. İndi onlarda yer beyir eləməliyəm və bu vəziyyətdədir. Sadəcə telefonumda da yer yoxdur ki, düzəməli də çəkiliş edim. Qızlar, bütün paltarları beləncə çıxartdım, tökdüm bura. Salafanım da cırıldı. Bütün paltarlar da dağıldı. Buranın içi çox tozlanıb. Gördüyünüz kimi. İndi buralığı bir dənə plisosluyum. Ayırın. Burada çoxlu balaca paltarlar var. Amma ki, çoxsu da ki o qədər də yəni sərgəli bir paltar deyil. Məsəl üçün bunlar pijamalar falan. Nə bilim, indi baxacağım da. Görüm nə paltarları saxlayıram, hansıları da tollayacağım. Zaten bax gör, balıqdan nə tutmuşam. Qorxudla ölər səni. Herkese salam kızlar, kanalıma hoş gelmişsiniz. Yeni bir vlog paylaşıram. Ben yay paltarları ilə qış paltarlarını ayırana kimi oğlum da babası ilə balığa gedib və su ilanını tutub. Ən iğrəndiyim heyvandı ilanlar. Hərçənd Taylandda olanda ilanı yemişəm, hətta qanını da belə içmişəm. Evdə işlərimin çox olmağına baxmayaraq, yeznənizin bugün istirahət günü idi və uşaqları gətirdiyi əyləncə mərkəzinə. Bu yer kəşfiyyatda qarşıma çox çıxırdı. Nəhayət ki, bu dəfə qismət oldu uşaqları gətirməyə. Uşaqlar da bu yeri çox bəyəndilər. Amma balıq tutan yerdə gördüm ki, biraz sıxılırlar. Onlara bir oyun tapdım. Gördüm ki, şəffaf balıqlar var və suyun içində şəffaf balığı tapmaq daha da çətindir. Dedim ki, kim şəffaf balıqları daha da çox tutsa, o da qalib gəlir. Vaxtları da getdi və daha da maraqlı oldu onların özlərinə də. Axırda da Ruslan qalib gəldi. Amma deyirəm ki, bizim vaxtımızda mamalarımız bizi gətirərdi belə bir yerə. Pul verib hələ palçığın içində də oynadardılar. Evin qabağında qumla suyu qatıb küftə düzəltməyim yadıma düşdü. Qızlar, işlərimi yarıda saxladım və getdik uşaqları o palçıqlı yerdə əyləndirdik. Neçə vaxt idi ki, uşaqlar ora getmək istəyirdilər. Hər dəfə başqa yerə gedirdi, ya alınmırdı, hər dəfə saxlayırdıq. Bu dəfə dedim ki, yox gedək. Sırf uşaqların əyləncəsi üçün çox maraqlı bir fikirləşiblər. Fikrimcə əladır. Sizə bu gözəlliklərlə tanış edim. Bir dəqiqə kameranı çevirim. Qızlar, otağın vəziyyəti elə ki, bomba düşüb də bura. Deməli, hələ indi biraz səlqə düşdü. Bayaqdan aləm qarışmışdı bir-birinə. Hələ bu kravatın altını açmamışam. Uşaqların da balaca lazımsız paltarlarını ayırdım və yaxşı paltarları da bir ayırdım ki, ehtiyacı olan götürsün. İnanın ki, yer də o qədər açıldı ki. Otağın vəziyyəti budur. Uşaqların paltarlarını ayırdım. Buradan öz paltarlarımızı çıxartdım. Sadəcə bu paltarları öz otağıma ilə qoymaq istəyirəm. Boşum, hələ də işlərim davam eləyir. Pasipenini sizə göstərirəm. Burada Naregil day dağıtdı. Ona görə hələ ki bunlar buradadır. İndi onları yer beləyəcəm. Bunu da çıxartdım buradan. Buralığı dağıdıblar. İndi bir dənə baba var. Buranın ləbə quşasını göstərdim. Wow! Deməli qızlar, bura şvanelə yerləşəcək paltarların hamısını atdım bura ki, buradan sərgiyə salım eləyim. Qızlar, biabırçılıq da həqiqətən də. Siz inanırsınız ki, mən bunu hamısını indi eləyib qutaracağım. Bunu inanırsınız? İnanmırsınızsa eyb yox. Mən də inanmıram. Görək neyəcəyik. Leyla, sən nə deyirsən? Mama buranın hamısını üsbət edəcək yırtmağa. Yox, inanmırsan. Mən də inanmıram. Hələ də biz qabaqlaşdırıb bunlar qaldılar. Görək də, indi görək saat neçədir? Saat neçədir? Saat 11 olar da deyəsən. Neyse, indi görək hatana biz bunu qutarıq. Sizə də çəkib göstərəcəm. Gəldim uşaqların otağına. Qış paltarların hamısını ayırıb, qatdalayıb kravatın altına qoydum. Yay paltarlarının da hamısını gətirib tökdüm şifoniyerin qabağına və qaldı ən çətin məsələ paltarların hamısını ayırıb yerbəyer eləməyə. Düzdür, çox vəfasız bir işdir. Bir gündən sonra paltarlarını sizə götürəndə yenə də hamısını dağıdacaqlar. Gəzmək paltarlarını bir ayırıram. Asılqana yerləşdirdiyimi və evdə geyinəcəklərini bir ayırıram. Ayrıca şortiklarını, futbolkalarını, köynəklərini. Amma havalar yenə də dəyişkəndir. Soyuq havalarda olur. Ona görə də əl altında isti paltarlarda saxladım. Birdən hava çönər, soyuq olar. Uşaqların da isti paltarlar olsun geyinməyə. Uşaqların paltarlarını yerbəyer eləməyə hardasa 1 saat aldı. Bəlkə də ondan da çox saatı artıq unutdum. Bir dənə onu bilirəm ki, bütün işlərimi qutarana kimi gecə saat 3 oldu. Ev şortikları, şalvarları, futbolkaları, uzun qol köynəkləri ki, birdən havalar soyuq olsa, qəşəng sərgənlə geyinsin. Bura baxmaq istəmirəm. Neysə qızlar, buranı hələ ki baxayım. Gedim bir dənə koridorun gözəlliyini yığışdırım. Bu arama işlərim az qalıb. Amma nə qızlar, yenə dırnaqlarımı düzəltmək istəyirəm. Çünki çox səliqəsizdir. Sabahlarda toya getməliyik. Görüm, yaxşı görsənir. Gecə yaxşı görsənmədi, nə dərəcədə səliqəsiz olduğu və bu manikürlə də ki, toya gedə bilməzdim. Gecə də artıq çatdırmadım dırnaqlarımı düzəltməyə. Səhər oturdum, tez bazar dırnaqlarımı səliqəyə saldım.
Sam sadə nude elədim. Çox mən bəyənirəm. Beləncə sadə dırnaqları. Sonra qızlar pasteli bu pasteli artıq yığdım. İndi burada da ki sumkalardı. Bir də dünənlər uşaqların otağına çıxan bir iki dənə qış paltarları. İndi bunları da yerbəyer eləyəcəm. Sonra uşaqların pastelini yığmalıyam. Amma birinci uşaqların pasteli bu hələ də burada qalıb. Onu yerbəyer eləmək lazımdır. Bir dənə uşaqların pastelini də yığım. Gəlirəm. Şu qızlar pastellləri də yığdım. İndi gedim obris işlərimə. Qızlar buralıq da belənçi görsəndi. Şu buradan bütün sumkaları yığdım. Elə altına da qoydum. Uşaqlardan bir dənə Lalənin şifoneri qalmışdı. Tez gəldim Lalənin paltarlarını da qatdalayıb yerbəyer elədim. Amma çox tələsirəm çünki salona getməliyəm. Toya gedəcəyik bugün. Qızlar, mən getdim salona. Saçlarımı belə elədim. Biraz yaxınlaşdırım, baxa biləsiniz. Belə bir saç elədim. Burasından belə çolkaları ilə. Çox bəyəndim, qəşəngdir. Bir dənə arxadakı bu gözəlliyə baxın. Dünənləri oradan bütün paltarlarımızı gətirdim, atdım bura. Sadəcə bugün toydayıq, ona görə qaç-qaçda onu osbet deməyəcəm. O bir işlərimi gördüm, hamısını qutardım. İndi gəlim öz makyajımı eləyim. Heç nə. Gətirdim makyajlarımı da bura. Nələrsə də yaradaq bir şedevr. Qızlar, birinci mən üzümü Clearwin-lə nəmləndirirəm. Ondan sonra deməli təzə belə bir baza aldım, Flormarın. Bütün qızlar ancaq bunu tərifləyir, ona görə bunu aldım. Bir də ki qızlar, mən bu The Purist firmanın başqa bir şeylərini istifadə etmişəm. Çox xoşum gəlib. Ümumiyyətlə səpkili olan bir üzlər üçündür. İçində tərkibində SPF də var. Məsələn, vitamin C-dən başında çox müalicəvi bir tonalnidir. Yüngüldür, çox yüngüldür. Mən də ki, belə səhvlərdən azad olmuşam, amma ləkələri var. Gündəlik üçün fikrimcə əladır. İçində SPF də var. Tərkibində kosmetikam inan ki, yəni budur. O da ki, hamısının vay-vaya gedib hay-hay qalıb. Bəzənib qutardım, əynimi də dəyişdim. Saçlarımın ətəklərini də burdum. Özüm elənçi elədim ki, evdən çıxana kimi açılmasın. Mənim saçlarım buruq saxlamır. Biz də evdən çıxıb maşına oturana kimi gördük ki, yağış çiliyir. Maşına oturan kimi bir dənə leysan yağmaq yağdı ki. Bu leysanda bizim saç makyajımız. Bizim makyajımız, amma mən maşının düşməyəcəm, təbii ki, Aha, mən də makyajım geçsin. mən saçıyorum. Qızlar, bilmirəm bu nə idisə, bir dəqiqənin içində bütün şəhər batdı. Kanalizasiyadan su fontan kimi daşırdı. Tok maşınları suyun altında qaldı. Camaat suyun içində oldu. Yəni xəstələnməsə yaxşıdır. Biz Bəygilin evinə çatana kimi yağış da sakitləşdi. Makyajımız özümüzə aiddir. Saçımızı prosta bir dənə salonda eləyəcək. Bu da yağışın fəsadları. Sağ olsun bəyin yaxşı dostları dəsmallardan qapının ağzına atmışdılar ki, içəri dolmasın. Kameraman da yaxşı bir ideya elədi. Ayağına salfan keçirdi ki, ayaqqabısı palçıq olmasın. Sən məni bağışla. Mələ hardasın? Mələ harda gizlənmirsən? Mələ özüm çəkir elə burada. Toyuqdan çıxartdım. Gözləri söndür, bir şeyə görə. Gəlin maşından yaraşan. Qara tut. Camaat ağaçdan tut yeyəndə. Yediğim maşına da var belə rins.
Elnur yadından çıkmayın. İki. Yeni bir gündən sizi salamlayıram. Bu artıq toyun səhəri bir gündür. Bütün yapaltarlarımı kravatın altından çıxardıb gətirmişəm və buradakı qışlıq paltarları götürmək istəyirəm. Deməli, qızlar, bir xanım da yazmışdı ki, biz paltarlarınızı da görsədərsiniz. O qədər də mənim qardirobumda paltar yəni yoxdur. Hamı çoxsu da ki, neçə ilin paltarlarıdır. O qədər də mən paltara həvəsli biri deyiləm. Yəni, abışını, qoy elə hamısını çıxardım ya buradan. Amma yenə də kiminsə paltarlarına baxmaq adama maraq gəlir. Yəni sadə belə bir köynək. Bunu həmişə geyinəndə elə bilirlər ki, çirkləndirmişəm qollarını. Deyirəm, yox, bu köynəyin materialı belədir. Sonra adi samsadə köynək. Bu köynək də neçə ilin köynəkdir. Baldızımdan eyni almışdıq bu köynəyi. Burasında belə yarığı var. Çox qəşəng köynəkdir. Adamın səriyyətini göstərir. Bu yay köynəkdir. Bunu Temudan zakaz vermişdim. El qoldu belədir. Biraz çiyini açıq qalır. Burasında da ki belə qızılı var. Bunu yox, əl altına saxlayacağım. Bu heç. Ondan sonra bu sportivnin dəsti. Bunu da artıq vaxt gelib. Amma ki bunu çox da şey eləmək lazım deyil. Yığışdırmaq lazım deyil. Çünki yayda rayonuzada gedəndə axşamlar geymiyorlar. Sonra qızlar. Bunu da belə eləyim. Bu da neçə? Oy, bu ümumiyyətcədən 8 ilin köynəyidir bu. Təzərə gəlmişdim, onda bu köynəyi aldım. Ya da nişanlıydım. Ya da ki təzərə gələndə almışdım. Xoşum gəlir. Kiməsə verməyə, əlim gəlmə nə yalan deyim. Çünki gözəl günlərim olub da bu köynəkdə. Ona görə istəmirəm kiməsə verim. Deyim ki, indi bir dəqiqə modu deyil bu köynəyin. Moddadır, çox da qəşəngdir. Sadəcə, nə bilim, o qədər də ürəyim açılmır ki, bu köynəyi nəyinəsə kombin eləyim, geyinim. Ona görə heç kimə verə bilmirəm. Sonra adi, ağ belə saroçka. Belə bir köynəkdir. Arxası daha uzundur və remindən bağlanır. Əyində çox qəşəng görsənir, belə xanım xatın. Amma yenə də elə bir yerə getməmişəm ki, yəni bunu geyinə bilim. Adi göy köynəyi. Bu arada göy köynək geyinəndə həmişə çoxlu komplimentlər alıram. Bu köynəyi qızlar sevirəm. Amma lasinlə geyinəndə daha qəşəng qalır. Sadəcə mən də lasin geyinən biri deyiləm. Özümü çox narahat edirəm. Elə bilirəm kalqotkanın üstündən köynək giymişəm. Nə qədər köynək uzun olsa da, gərək nə bilim çox uzun olsun köynək. Dizdən olsun ki, mən onu geyinə bilim. Bu köynəyi də bu il aldım. Bu ilin trend köynəklərindəndir. Bu sportivnin də çoxdan köynək, sportivnisi də elə bu köynəklərdə. Bunu da bu il almışam. İnanın ki, qızlar, bu il bunu alan kimi qızlar səhərsi getdim dükana. Oradan qaydandı ki, uşaqlar hamamı yaman günə qoymuşdu. Girdim bir dənə xlorladım. Xlor da burada idi. Flomasterdən eləmişəm. Bir şey kar eləmədi. Lalə də götürdü ələ. Üstündən ruçkanından da yazdı. Ruçkanın səfərləmişsə yenə də nəyləsə şeyim olar, yumaq. Amma bunun da yox. Sonra qızlarım, bütün şifanerimi boşaldım ki rahat da sonra çıxarda bilim. Ay, nə oldu buna? Yəni, o qədər də paltarım yoxdur. Yay, qış məndə hamısı əslində qarışıb. Sonra bu köynəyi mamam gel hədiyyə eləmişdi. Adi bildiyimiz qara köynək. Burasındakı çiçəkləri var. Həmən köynəyin korişnivası.
Yəni gördüyünüz kimi o qədər də mənim asarçı paltarım yoxdur. Bu da 2 ilin köynəyidir. Bu da qaradır. Sonra bu nədir? Bunu təzəlikcə qaynanan verdi, amma bilmirəm mən bu köynəyi çörə bayırı geyinə biləcəm ya yox, çünki burası belə tüldür. İndi vəziyyətinə baxır ki, bu necə əynində oturur. Hələ əynimə geyinməmişəm. Sonra bu adi mayka. Bodinin də sinəsi çox aşağıdandır. Ona görə ya əlim ancaq yaxamda qalır, belə də artıram yuxarı. Bu köynəyi də mənə pay veriblər. Çox qəşəng, zövqlü bir köynəkdir. Bunun altından belə prozraşnidir. Belə prozraşnidir. Ona görə də altından qəşəng mayka geyinib geyinirsən. Sonra belə bir adi bildiyimiz rubaşka, oversize model. Belə köynək. Bunu bu il payızda almışam. Bu da neçə ilin rubaşkasıdır. Belə. Burasının qollarını da belədir. Buranı yığışdırmağımı görsətdim, amma son nəticəni görsətmədim. Deməli, bu stolu masada qoymuşduq və oradakı kompüterli stol kimi istifadə edirdik. Amma neçə vaxtdır ki, heç kompüterdə də oynamırdılar. Ona görə də bu stolu elə gətirdim bura. Və gündəlik Ruslanın kitab dəftərlərini, məşğuliyyətlərini qoymuşam bura. Ruçkalarıdır, karandaşlarıdır. Bunu da ki elə burada qoyuram. Sırazı kitabın dəftərini qoysun, köçürtməsini, oxlarını eləsin. Sonra qızlar, bu şifonerdəki burada dəftər kitabları var idi. İndi pastellərini ora qoyuram. Və belə şifonerdəki yerini tərk etmişəm. Ona görə ağız-ağzına oturmur. Və şkafın içi də belə görsənir. Qızlar, bu uşaq otağının sərgəsini saxlamaq dəhşət çox çətindir həqiqətən də. Çünki bir dənə paltarı götürürlər, bütün paltarları dağıdırlar veşilkadan. Hər dəfə deyirəm ki, ən üstdə olan köynəyi götürgünən ən altda olanı götürüb hamısını dağıdırlar. İstər oğlan olsun, istər qız. Bu da belə qoplarındakı şifonерlərini qopardıblar. Və qızlar, otaqdakı tam olaraq belə görsənir. Fikrimcə 2026-cı il dostlarımızın çoxsuna düşərli olub, çoxları evləndi, övladları dünyaya gəldi. Allah hamısını xoşbəxt eləsin, xoşbəxt həyat arzu edirəm. Bütün evlənənlərə də, istəyənlərə bu gözəl paydan Allah nəsib eləsin. Bizim ilk övladımız dünyaya gələndə biz də belə şan şöhrətlə xəstəxanadan çıxmışıq. İkinci qızım dünyaya gələndə koronavirus idi, pandemiya zamanı. İcazə belə yox idi ki, uşağı təmtənəli xəstəxanadan çıxartmağa. Dünyaya gəldikdən 4 saat sonra xəstəxanadan çıxdım. Üçüncü qızım dünyaya gələndə isə elə bil ikinci evimə getmişdim. O qədər rahat, heç bir həyəcan falan da yox idi. Lepiskada bütün qızlar elə hazırlaşırdı ki, çıxışa. Çox həyəcanlıydılar. Mən amma ki, çox darıxmışdım. Övladlarım üçün tezdə çıxmaq istirdim ki, qayıdım öz balalarımın yanına. Bacı qardaşını yeni bacıları ilə tanış eləmək üçün. Yeni bir gündən sizi salamlayıram. Daha doğrusu axşamdan bacımgillə uşaqları gətirmişik bulvara biraz əyləndirməyə. Bu atraksiyonu mən uşaqlığımdan tanısam da belə, amma öz uşaqlarımızı bu atraksiyona gətirməmişik. Çox gözəl belə vintajlı bir abu-hava verir. Leyla istədi bura minməyə və qızları osuzdurduq. Ruslan istəmədi. Ruslan da ki istədi. Bax belə adrenalin dolu olan atraksiyonlara. Əslində Leyla da istədi. Sadəcə ona icazə vermədim. Dedim ki 100% ki orada qorxacaq. Apardıq biraz ondan nisbətən qorxulu olmayan atraksiyona mindirdik. İndi belə atraksiyonlara minməmişik, amma nişanlı vaxtı o qədər minirdik ki, əslində belə atraksiyonlardan qorxurdum. Sadəcə o vaxt yezdən izləyirdik ki, yox, gəl gedək ikimiz də minək, maraqlı olacaq və marağa yenə də minirdik. Həqiqətən də indi bir dəqiqə yadımıza salacaq bir şeylərimiz var. Ruslana görə isə çox narahat idim ki, birdən qorxar atraksiyonu dayandırar, amma ki, yox, qətiyyən qorxmadı. Əksinə çox da bəyəndi. Bugünlük isə sizinlə sağollaşıram. Yaxşı ki varsınız, izləyirsiniz məni. Like atıb, takip atmağı və əsas da komment yazmağı unutmayın. İnanın ki bu mənə çox motivasiya verir və özümdə də fikir verdim ki, vlogları paylaşmayanda özümdə də belə apatiya olur. Sadəcə uşaqlarla, işlərlə tez-tez vlogları paylaşa bilmirəm. Əsas da videonu çəkirəm, sadəcə onu montaj eləməyə vaxt lazımdır. Bu da məndə o qədər də yoxdur.